Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Əraf surəsinin 17-ci ayəsi barəsində danışacağıq. Ayədə Allah Taala belə buyurur: "Summa la'atiyannahum min bayni aydihim və min xalfihim və an aymanihim və an şamailihim və la tecidu ekserahum şakirin." Ayədə Allah Taala buyurur, şeytan həm qabaqdan, həm arxadan, həm sağdan, həm də soldan həmlə edir. Yəni şeytanın hücumu təkcə bir tərəfdən, bir səmtdən deyildir. Hər səmtdən insana hücum edir. Məqsəd nədir, hədəf nədir? Və la tecidu ekserahum şakirin. İnsanları naşükür etsin. Şeytanın hədəfi insanları nankor etməkdir. Ayədə bunu buyurur Allah Taala. Təəssüflər olsun, və la tecidu ekserahum şakirin deyir. Yəni, insanların əksəriyyəti bu tələyə düşürlər və naşükür olurlar. Naşükürlük həm Allaha qarşı var, həm də bəndələrə qarşı. Allaha qarşı naşükür olan insan təbii olaraq insanlara qarşı da naşükür olar. Əksi də belədir. Hədislərdə keçir ki, hər kəs insanların qədir qiymətini bilməsə, insanların yaxşılığını qiymətləndirməsə, Allaha qarşı da naşükür olacaqdır. Bunlar bir-birinə bağlıdır. Şükür etmək 3 mərhələdən ibarətdir. Birinci mərhələsi dildə şükürdür. İnsanların böyük əksəriyyəti dildə şükür edirlər. Bu lazımdır, amma kafi deyildir. Şükür Allaha, əlhəmdülillah, Allah bu neməti mənə verdi, Allah mənə bu kömək etdi. Bir çox insanlar bu dildə Allahı şükür edirlər, Allahın şəninə tərif edirlər. İkinci mərhələsi isə qəlbən şükür etməkdir. Yəni təkcə dildə yox, qəlbən həqiqətən sən bu neməti sahibini tanıyırsan. Qəlbən Allahın şəninə tərif edirsən, Allahım, mən bilirəm, mən başa düşürəm bu neməti sən mənə vermisən. İmam Sadiq ağa buyurur, mən ən'amallahu aleyhi bi ni'mətin ta'rifuha bi qalbihi fəqəd əddə şükraha. İmam buyurur, hər kəs nemətin Allah tərəfindən ona verilməsini qəlbən başa düşürsə, qəlbən qəbul edirsə, o nemətin şükrünü yerinə yetirib. Qəlbən əgər insan bu nemətin Allah tərəfindən ona verildiyini anlamış olsa, qəbul etmiş olsa, əməlində də bunu göstərər. Bunlar birinə bağlıdır. Üçüncü mərhələsi əməldədir. Yəni, sənə verilən nemətin şükrü əslində tam əməldə göstərilməlidir. Əməldə necə göstərilir? Sənə Allah bu neməti verib, məsələn, dil nemətini verib. Sən gərək onu yaxşı istifadə edəsən. Yaxşı ondan istifadə edəsən. Ondan sonra istifadə etməyəsən. Sənə göz verib, qulaq verib, sənə imkanlar verir, sənə sərvət yetirir, sənə sağlam övlad verib. Sən bu imkanlarından sui-istifadə etməyəsən. Yəni, əməldə sən ondan yaxşı istifadə edəsən. Sərvətindən insanlara kömək edəsən. İnsanlara kömək edəsən, insanlara dayaq durasan. Sənə verilən sərvətdən insanların yaxşılığına istifadə edəsən. İnsanları qaldırmaq üçün, insanlara dayaq durmaq üçün istifadə edəsən. Nəinki onları yıxmaq üçün. Əgər sənə verilən imkanlardan yaxşı istifadə edirsənsə, deməli sən o nemətin şükrünü əməldə həyata keçirirsən. Bu mühümdür. Bu daha mühümdür. Dildə Allaha şükür etmək lazımdır, kafi deyil. Sonra qəlbən bu şükrü yerinə yetirməlisən. Qəlbəndə o vaxt olar ki, sən həqiqətən əməldə, həyatda sənə verilən nemətləri düzgün qiymətləndirirsən. İnsanlara qarşı da insan qədir bilən olmalıdır. Biz Quran ayələrinə nəzər saldıqda, Peyğəmbərimizin Əhl-i Beytin həyatına baxanda görürük ki, onlar həm Allaha qarşı şükür edən bəndələrdən olublar, həm də insanlara qarşı.
insanların yaxşılığını qiymətləndirməyən nankorlar heç vaxt Allahın onlara verdiyi nemətləri düzgün qiymətləndirə bilməzlər. Onun fikrini yerinə yetirə bilməzlər. Peyğəmbərə süd vermiş Süveybə xanıma Peyğəmbər necə hörmət edirdi? Onun qulluğunda dururdu. Adı gələndə ayağa dururdu. Ona hədiyyələr göndərirdi. Bir müddət Peyğəmbərə süd vermişdi. Həlimə xanıma qarşı da elə idi. Xanım Xədicə ilə evlənəndən sonra Həlimə xanım Məkkəyə gəldi. Həlimə xanım Məkkəyə gəldi, Peyğəmbər bunu eşitdi. Tarixin yazdığına əsasən 40 dənə ona qoyun hədiyyə etdi, bir də dəvə. Və həmişə onun adı gələndə hörmətlə onu yad eləyirdi. Nəyə görə? Çünki bir gün, bir müddət Peyğəmbərə süd vermişdilər. Peyğəmbərə qarşı, hətta pis olanlara Peyğəmbər yaxşı idi. Nəinki yaxşı olanlara. Bəli, Peyğəmbərə yaxşılıq edib, Peyğəmbərə dayaq duranlara Peyğəmbər 100 qat dayaq dururdu. Onu qiymətləndirirdi. Allah Quranda buyurur: "Ələm tərə iləl-ləzīnə bəddəlu ni'mətəllahi kufran və ahallu qavməhum daral bavar." Görmürsüz, bəziləri Allahın nemətlərinin şükrünü yerinə yetirmirlər və özlərini və ətrafdakılarını, qövmlərini, xalqlarını həlak yurduna sürükləyirlər. Və hallu qavmuhum daral bavar. Nemətlərin şükrü vardır. Onlar düzgün qiymətləndirmək lazımdır. Əgər bəndə Allahın ona verdiyi nemətlərin şükrünü edərsə, Allahın rəhməti, bərəkəti, neməti ona daha da artar. İbrahim surəsinin 7-ci ayəsində Allah Teala buyurur: "Lə-in şəkərtum ləəzidənnəkum." Əgər şükr etsəniz, sizin özünüzü artırarıq. Ayəni bəzi təfsirçilər belə tərcümə ediblər: "Lə-in şəkərtum ləəzidənnəkum." Əgər şükr etsəniz, Allah nemətlərinizi artırar. Amma Allah Teala buyurur: "Lə-in şəkərtum ləəzidənnəkum." Əgər şükr etsəniz, sizin özünüzü artıraram. Yəni sizin özünüzə elə bərəkət verərəm. Bir nəfər bir xalq gücünə malik olar. İbrahim Peyğəmbərin özü haqqında deyir: "İnnə İbrahimə kənə ummətən qanitən lillah." İbrahim bir xalq idi. Bir şəxs bir xalqa çevrilir. Bir xalq iradəsi var idi İbrahim Peyğəmbərdə. Bir xalq gücü, iradəsi, imanı var idi ki, illərlə kök atmış bir səfil mədəniyyətinə qarşı çıxıb, dırnaqarası mədəniyyətə qarşı çıxıb, o bütləri darmadağın etdi. Bu şəxsdə bir xalq iradəsi var idi. Ona görə Allah Teala deyir, o bir xalq idi. Ayədə Allah Teala buyurur, əgər şükür etsəniz, sizin özünüzü artırarıq. Sizə elə bir övlad verərik, o başınızı uca eləyər. Sizin özünüzə elə bərəkət verərik, bir nəfəriniz 100 nəfərə, minlər insana bərabər olar. Amma əksi də belədir. Əgər şükür etməsəniz, deyir, Allahın əzabı şiddətlidir. Peyğəmbərimiz buyurur, nankorluq cəzası daha sürətli və daha tez gələn günahlardandır. Yəni elə günahlardandır ki, onun cəzası gecikməz. Daha sürətli və daha tez gələcəkdir. Ayədə Allah Teala buyurdu, şeytan 4 səmtdən hücum eləyir ki, insanları nankor etsin. Şeytanın hədəfi bizi nankor etməkdir. Həm Allaha qarşı, həm də insanlara qarşı. Əgər biz şükür etmiş olsaq, Allah bizim özümüzü, övladlarımızı, nemətlərimizi artırar. Yox, Allah eləməsin. Nankorluq etmiş olsaq, Allah bizə daha tez öz cəzasını göndərəcəkdir. Ümidvarıq ki, Allah Teala bu Ramazan ayının hörmətinə, bu ayların, bu günlərin hörmətinə bizi ona şükür edən bəndələrdən qərar versin. Və selamu aleykum və rəhmətullahi və barakatuhu.